Peyğəmbərin sünnəsində tibbi təlimatlar varmı? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsi həmişə olaraq həm sağlamlığımız üçün, həm tibbi cəhətdən, həm gigiyenik cəhətdən bizim üçün bir meyar olmuşdur. Bizim üçün nələr deyibsə əgər, nələri tövsiyə edibsə əgər, bunların hamısı bizim üçün sağlamlıqdır. Bax, məsələn, adi başlayaq nədən? Niyyətdən. Biz oruç tutanda, namaz qılanda birinci növbədə niyyət edirik. Və bu niyyətin özü sağlamlığın elə bir əsasını qoyur. Çünki niyyət bir xoş əməl üçündür. Niyyət Allahın rızası üçündür. Bax, buradan bir insanın bədəninə bir rahatlıq gəlir. Allah üçün olunan bütün əməllər insana bir əsəb sakitləşdirici, rahatlaşdırıcı bir təsir göstərir. Sonra abdəstin alınması nə qədər insanı mənfi enerjilərdən uzaqlaşdırır və bu insanda elektriklənməni dayandırır. İnsanda müxtəlif yerlərimizə bizim dəyən su həmin yerlərə qıcıqlandırıcı təsir göstərib insanı bir növ yeniləyir. Və sonra namazdakı müxtəlif hərəkətlər, beyinə qan axını sürətlənir, oynaqlara qan axını sürətlənir. Namaz qılan insanlarda mədə-bağırsaq sistemi daha aktiv çalışır və buna görə də bir sıra qəbizlik kimi bir sıra hallar aradan qalxır. Eyni zamanda bədənin təmizlənməsi üçün də tövsiyə olunan bizə oruc həm də bizim üçün mükəmməl bir sağlamlıq mənbəyidir. Yeni bədənimiz müxtəlif bizi çirkləndirən qida qırıntılarından təmizlənir.